Poliuretan köpük izolyasiya məhsulu vurulduqda metalın arxasında, yəni membranın arxasında tərləmə olmur. Səbəb bundan ibarətdir ki, hər bir məhsulun isti-soyuq əmsalı var. Biz birinci məhsulu istifadə etməzdən əvvəl düşünməliyik və fikirləşməliyik ki, bu məhsul nə qədər isti-soyuq saxlaya bilər. Üzr istəyirəm hamımızdan. Necə ki, hər kəs kurtka alanda qış aylarında. Elə adam var ki, soyuğa qarşı həssasdır, qalın kurtka alır. Elə adam var ki, soyuğa qarşı müəyyən qədər həssaslığı var. O nazik kurtka alır. Yanaşma hardan başladı? Onun tələbatından, şəxsin tələbatından. Ona görə də mansardan nə qədər isti-soyuq gəlirsə, birinci usta onu düşünməlidir. Ondan sonra ona uyğun məhsul tətbiq etməlidir. Misal olaraq ən güclü soyuq və isti bilirsiniz ki, mansarda olur. Çünki niyə? Yay aylarında metal örtüyü qızdırır, qış aylarında da ən soyuq yer olur. Amma izolyasiya yaxşı olsa, mansar qışda ən isti yerlərdən biri olmalıdır və yayda ən sərin yerlərdən biri olmalıdır. Bunu üzr istəyirəm düşünməyən bir usta zəif məhsul tətbiq eləyir və sonra da deyir ki, metal örtükdə tərləmə olur. Bilirsinizmi niyə metal örtükdə tərləmə olur? Çünki məhsulun isti-soyuq əmsalı zəif olduqda o məhsul istini və yaxud içəridəki oran sərinliyi ötürür metala, lap istini deyək də, istini ötürür metala və başlayır metalla tərləmə baş verməyə. Yəni hardasa gördünüzsə tərləmə baş verib, söhbət izolyasiya olunan mansarlardan gedir. Boş açıq dəmirdən söhbət getmir. Harda görürsünüz ki, tərləmə var, təmirli olan və yaxud da ki, təmirli olan mansarlarda mütləq qaydada bilin ki, orada izolyasiya məhsulu zəif vurulub və ya düzgün seçim olunmayıb.